Məktəb bufetləri şagirdlərin gün ərzində tez-tez istifadə etdiyi məkanlardan biridir. Burada satılan qidaların keyfiyyəti və təhlükəsizliyi isə valideynləri narahat edən əsas məsələlərdən biridir. Bəs görürsən, satılan qidalar sağlam qidalanma standartlarına nə dərəcədə cavab verir? Mərci yeyirəm, sonra kotlet yeyirəm, nages yeyirəm, ayran içirəm. Dadlarını bəyənirsən? Bəli. Gün ərzində neçə dəfə gəlirsən bufetə? Ən azı 2 dəfə. Mən ən çox suplu xoşlayıram. Bir də dönər adlı bir yemək var, onu xoşlayıram. Mən həftədə 2 dəfə zət bufetə gəlib yeyirəm. Çox dadlıdır. Bufetdə dostlarımla. Xoşlayırsınız siz onda yeməkləri? Bəli. Gün ərzində qidalardan bəzən olur mərci, bəzən olur kotlet, yəni nages, bəzən olur şarma yeyirəm. Dadları çox gözəldir. Yəni 1-2 dəfə yeyirəm. Məktəb bufetlərində şagirdlərin daha çox isti yeməklərə üstünlük verdiyi bildirilir. Satıcıların sözlərinə görə uşaqlar əsasən şorba, makaron və müxtəlif qarnirlərlə təqdim olunan yeməkləri seçirlər. Ən çox isti yeməklərə üstünlük verirlər. Mərci şorbası, makaron, bulgur, qreçka, üstünə də əlavə qulaşlar olur. Mən onlara məsəl üçün tövsiyə verirəm, isti yeməkləri yemək yesinlər, məsələn şorba yesinlər. Makaron uşaqlar çox xoşladığı yeməklərdir makaron. Hazır bişmiş yeməklərə daha çox üstünlük verirlər. Biz bu məktəbin bufetindən qidalanırıq, həm də uşaqlarımız da qidalanır. Yəni səliqə səhmanına söz ola bilməz. Bu məhsullar o qədər, yəni uşaqlar üçün qidaları təmiz olduğuna görə, yəni uşaqlarımız da, özümüz də bu qidalardan istifadə edirik. Yəni qorxmadan istifadə edirik. Evimizdə necə hazırlanırsa, burada da elə hazırlanır. Biz bunu sevə-sevə yeyirik. Mütəxəssislər bildirirlər ki, məktəb yaşlı uşaqların düzgün və balanslı qidalanması onların həm sağlamlığına, həm də dərs zamanı diqqətinə birbaşa təsir edir. Qidalanma, xüsusilə məktəb dövründə uşaqların günlük olaraq enerjik olmasında, diqqətlərinin yerində olmasında, immunitetlərində önəmli yer tutur. Ona görə də balanslı olması vacibdir. Mütləq şəkildə səhər qidalanmasının alınması lazımdır. Yaxşı olar ki, məktəb çantalarına meyvələrin qoyulması, fərqli meyvələr ola bilər, suyun qoyulması, su çox vacibdir. Bir də evdə hazırlanmış keks və yaxud da ki, tostların hazırlanması, amma ev şəraitində onların qoyulması daha yaxşı olar. Məktəblərdə sağlam qidalanma vərdişlərinin formalaşdırılması üçün həm valideynlərin, həm məktəb rəhbərliyinin, həm də bufetlərin üzərinə mühüm məsuliyyət düşür. Zemfira Rəcəb, Nurlan Sultanzadə.